Mən Kərbalasız yaşaya bilmərəm. Mən Ərbəyinsiz yaşaya bilmərəm. Bugünkü reportajımızda qonağımız Hacı xanımdır. Hər zaman zəvvar heyətindən, zəvvarlarımızdan soruşuruq ziyarət təəssüratlarını. Bu dəfə şirkət rəhbərimiz olan Hacı xanımdan soruşaq ki, Ərbəyin ziyarətimiz necə keçdi, hansı təəssüratları var? Buyurun Hacı xanım, eşidirik sizi. Ərbəyin ziyarəti necə keçdi? Bu sualın cavabını vermək həqiqətən də çox çətindir. Yəni onu yaşamalısan ki və bilməlisən ki, o ziyarət necə olur. Onu təsəvvür etmək olmur da. İllərdir bu yollardayıq. İllərdir Ərbəyinə gedib gəlirik. Bəzən olur ki, sənət gətirib verəndə birinci dəfə gedənlər olur, səbirsizlənirlər, çox səbirsiz olurlar ki, biz ayın tarixini deyin, nə vaxt çıxırıq, saatı deyin, dəqiqəni deyin. İnanın ki, biz özümüz də elə səbirsizlənirik ki, bizim çıxış vaxtımız o gün, o dəqiqanı iplə çəkirik ki, biz ki, o saat, o dəqiqə gəlsin ki, biz Ərbəyinə yola düşək. Ərbəyin ziyarəti çox ağır bir səfərdir. O cümlədən çox fəzilətli bir səfərdir. Ərbəyin ziyarəti, xanım Ərbəyin ziyarətinin mənası əzzab zülüm deməkdir. Xanım Zeynəbin, Selamullahın əzzabı zülmü deməkdir. Və o yolu layiqincə getməyi, gəlməyi Allah hər bir kəsə nəsibi qismət eləsin inşallah. Ərbəyin adı gələndə, bəzən olur ki, Ərbəyinin vaxtı gəlir, hər kəs çox həyəcanlanır. O getdi, mən qaldım, o sənət verdi, mən qaldım. Bəlkə qıraqdan elə görsənə bilər, kimsə o sual verirlər ki, nəyin məcburiyyətidir ki, siz boğazınızdan kəsirsiniz, ailənizdən kəsirsiniz, gedirsiniz Ərbəyin ziyarətinə. Amma elə deyil. İnanın ki, Ərbəyin ziyarətinin vaxtı gələndə heç kim evdə otura bilmir. Biz özümüz indi hər il gedirik də, sayını bilmirik də nə qədər getmişik. Amma hər ildə gələndə biz özümüz də evdə otura bilmirik ki, nə vaxt gəlsin ki, biz Ərbəyin ziyarətinə çıxaq. Az da olsa xanım Zeynəbin çəkdiyi əziyyəti balaca bir şey də olsa çəkirik, amma mənə elə gəlir yox. Çünki xanım Zeynəb o yolu gedəndə o yolda o qədər nə yemək içmək var idi, nə o yol o qədər rahat idi, nə də ki insanlar o qədər, yəni ki o vaxtından danışanda insanlar o qədər rahat idi. Ərbəyin ziyarəti o qədər fəzilətlidir ki, inanın ki, o ziyarətin adı gələndə hər kəsin ürəyi döyünür. Ürəyi yerindən çıxır ki, Allah mənə nəsib eləsin, mən o ziyarətə gedim. Biz gedib gəlmişik, bilirsiniz ki, mən illərdir, biz bir avtobus edirik, biz artıq adam götürmürük. Bir avtobusumuz doldu, o bir avtobusla da gedirik. Yəni, layiqincə gedib gəlirik Ərbəyinin yolunu. Və mən hər zaman da deyirəm, ilahi, sənə an verirəm xanım Zeynəbin nüsubətinə. Mənə elə zəvvarlar yetirginən ki, o yola layiq olsunlar. O yolun çətinliyini dərk eləsinlər. O yolun fəzilətini dərk eləsinlər. Və həm də olsun Allaha ki, Allahımdan o qədər razıyam ki, elə də olur elə həmişə. Çünki deyirəm, kimsə mənim qapımı döyürsə, bu aşiq olsun. Ərbəyinin aşıqı olsun. O yoldan danışmaq, yəni o qədər şərəflidir, bir o qədər də çətindir. Niyə görə çətindir? Çünki o yolu hər kəs layiqincə yerinə yetirməyi bacarmalıdır. Çox çətin yoldur, çox əzablı yoldur, çox sınaqlı yoldur, çox mənəviyyatı dolu olan yoldur. Mənəviyyat cəhətdən rahatlıq tapmaq üçün o yola ki, çıxırıq biz ki, mənəviyyatımız rahatlıq olsun. Amma mən hər zaman deyirəm, Kəlbala yolu doğrudan da hasan yol deyil. Kəlbala yolu bəzən gətirib sənəti verirlər, getdilər, oturdular. Amma bunun sənət hazırlanmasında arxa pərdəsini görmürlər. Arxa pərdəsini bəzən olur, çətinliklər də olur. Bunu şirkət rəhbərləri daha yaxşı bilirlər. Amma o yol o qədər şərəfli yoldur ki, İmam Hüseynin yolu. Və o deyirləri, ağa, mütləq ağa çağırmalıdır sizi. Həqiqətən də elədir. Vallahi elədir. İmam Hüseyin ağa çağırmasa mümkün deyil. Və bunu mən inanıram ki, bütün müsəlmanları
onun dəvəti gəlir. Niyə? Çünki hər dəfə bizdən onu zəng eləyib soruşanda deyirlər ki, İmam Hüseyn ağanın dəvəti bizə gəlsin gedək. Elə İmam Hüseyn ağanın dəvəti gəlir ki, sən məni araşdırıb tapıb mənə zəng vurursan, Kərbəla ziyarətini soruşursan. Bir sözlə, yəni o ziyarətin fəziləti başqadır. Allah Taala bütün arzusunda olanlara nəsib eləsin və bizim də bu xidmətimizi qəbul eləsin. Bizim ayağımızı bu yoldan kəsməsin. Nə qədər canımız sağdır, nə qədər nəfəsimiz gəlirsə, xanım Zeynəbin, xanım Zəhranın, İmam Hüseyn ağanın yolunda bizi qulluqçu eləsin inşallah. Amin ya Rəbbil aləmin.